Bəli, Qarabağa uğurlar Fərman bəy. Ümumiyyətlə Qarabağın rəqiblərinin analizi də kanalımızda olacaq. O barədə məlumat vermişdim. Bütün rəqiblərin analizi və 2 rəqibin də analizi, ümumiyyətlə 2 rəqibdən favorinin kim olacağı və Qarabağı necə bir bundan sonra necə rəqiblər gözlər. Əgər bu Qarabağ bu cütlükdən qalib gəlsə və bu cütlüyün qalibini udsa, Qarabağın növbəti oynasaq 3-cü mərhələdə Qarabağ 3-cü mərhələdə kvalifikasiyada ki, təbii ki, tam list bilinmir, çünki çox fərqliliklər var, amma 3-cü mərhələ çox çətindir. Məncə çox çətindir. Midtjylland belə asan deyil. Keçən il Fenerbahçenin heç qalmışdı. Malmö, Galatasaray Malmö uda bilməmişdi. Bodo Glimt Qarabağ utsa belə, Bodo Glimt yəni yarı finala qədər getmiş komandadır Avropa liqində. PAOK zəif deyil. Ferencvaroş eynilə. Sparta Praha yəni yenə Fenerbahçe çox çətinliklə udmuşdu. FCSB zaten bizi udan komandadır. Qarabağ ikinci kvalifikasiyanı keçdiyi halda belə sonrası asan olmayacaqdı. Zirə keçən ilki formundan çox aşağı səviyyədədir. Ona görə Zirənin də bu il yəni uğurlu bir yol gözlədiyini demək çətindir. Ümumiyyətlə komandalarımızın çoxusu keçən ildən daha zəif formadadılar. Biraz bir neçə transfer edilmədiyi halda, belə davam edildiyi halda mən çətin olacağını düşünürəm. Qarabağın belə 3-cü mərhələni keçməsini düşünmürəm. Yəni keçəcəyini zənn etmirəm. Bəli, bir dənə normallı mərkəz hücumçusu yoxdur. Juninho özü belə getmədən əvvəl zəif formada idi. Juninho getdikdən sonra isə daha da komanda daha da zəif çıxış edir. Onu demək lazımdır. Ümumiyyətlə Qarabağda işlər yaxşı getmir. Ümumiyyətlə ikinci dedik, Qarabağın rəqibi haqqında məlumat verdik. Shelburne və Linfield komandalı cütlüyün qalibi olacaq. Ondan sonra Qarabağ 3-cü kvalifikasiyada 3-cü təsnifat mərhələsindəki rəqiblərinə nəzər saldıqda burada asan bir rəqib demək olar ki, yoxdur. Təbii ki, keçə də bilər. Midtjyllandı məsələn keçə də bilər. PAOK-u keçə də bilər, amma PAOK da Qarabağı keçməsi məncə sürpriz deyil. Yəni bu Qarabağı keçməsi sürpriz deyil. Zirə haqqında dedim, yəni Qarabağın səviyyədədir. Keçən daha yüksək səviyyədə idi. Xüsusilə Sabahın özü yaxşı səviyyədədir. Zirə keçən il yaxşı idi. Az qala keçəcəkdi əslində önəmli yəni təsnifat mərhələsində ikincidə idi səhv etmirəmsə. Yəni keçən ildən daha zəifdir komandalar. Qarabağın yəni sağ cinah müdafiəçisi aldı Qarabağ. Hətta onunla bağlı video da hazırlamışdım. Yəni ilə bağlı Qarabağın yəni necə deyirlər? Bir neçə transferə ehtiyac var Qarabağın. Yəni bunu demək lazımdır. Qarabağ bir transferlə bunu aradan qaldırası deyil. Qarabağdakı boşluq bir transferlə aradan qalxmayacaq. Yəni Qarabağın bir neçə transferə ehtiyacı var. Hətta bəlkə də bu transferi yaxşı eləyə bilməsə, yəni Avropa liqində çıxış etsə və ya konfransda çıxış etdiyi halda ondan sonra bir neçə dəfə püşkatma oldu dostlar. Püşkatma oldu və Qarabağın rəqibləri Shelburne və Linfield cütünün qalibi olacaqdır. Hər kəs xoş gəlibdi. Qarabağın rəqibi ilə bağlı məlumat verdik. Kiçik də olsa məlumat verdik. Shelburne əslində ligi yaxşı tamamlamayıbdı. Rəqiblərinə, yəni ola biləcək mümkün rəqiblərinə Shelburne. Digər tərəfdənsə təbii ki, daha çətindir. Onu da nəzərə almaq lazımdır. Amma Linfield komandası yaxşı bir sezon keçiribdi. Yəni Şimali İrlandiyanın komandası Linfield olan fərqinə baxın. Yəni daha çətin olacaq. Yapа bilərsiniz. Ümumiyyətlə lərlə bağlı da məlumat verərik dostlar. Mən özüm işdən qatıldım. Deməli, Qarabağın rəqiblərinə bağlı məlumat verildi. Sonra Araz Naxçıvanla bağlı
Bir saniyə. Araz Naxçıvan onlar hələ seçilməyib Kuray, ona görə yəqin. Dostlar, xoş gəlmisiniz. Rəqiblərlə bağlı məlumat verdik. Təzə gələnlər üçün də Qarabağın rəqibi və Shelbourne komandası bu cütlüyün qalibi olacaqdır. Hər kəs xoş gəlib. Bəli, Qarabağın oyunları ilə bağlı da məlumat paylaşıram. Hətta bütün hamısının məlumatını paylaşacağam, amma bir saniyə. İlk oyunlar ikinci təsnifat 22, 23 və 29, 30 iyulda olacaqdır. Qarabağın oyunları. Qarabağ 2 hücumçu olmasa da bir yaxşı hücumçu təbii ki lazımdır. Bilmirəm Adil bəy onunla bağlı. Qarabağa hücumçu lazımdır. Qarabağa çox oyunçu lazımdır. Məncə mərkəzə də yaxşı oyunçu lazımdır. Artıq Veşoviçin getməsi, Benziyanın getməsi, Patrik Andradenin getməsindən sonra çox mövqeyə oyunçu lazımdır. Hücuma xüsusilə oyunçu lazımdır. Məncə hücumda sağ cinahda da oyunçu lazımdır. Hətta mümkünsə həm sağ, həm sol cinah hücumçusu lazımdır. 9 nömrə lazımdır. Bəli. Təzə transferimizlə bağlı da məlumat vermişdim sizlərə. Danny Bolt. Onunla bağlı da transfer videosu çəkmişdik. O da kanalımızdadır. Ona da baxa bilərsiniz. Yadınızda olsun. Yəni əslində Elcan bəy deməli, əslində ən az 5 transfer lazımdır. Yəni məsələn belə deyək də Qarabağla müqayisə olaraq məncə Kaşuk getməlidir. Aday da yəni ilk başda pis təsir bağışlamadı, sonra yaxşı değildi. Məsələn Qarabağla müqayisədə Türkiyədə yəni Qalatasaray, Beşiktaş, Fənər üçünə də baxdıqda yəni hər sezon 6-7 transfer edirlər. Okay, bəzi şeylər düz deyil bəlkə də bu səviyyədə komandanın bu qədər transfer etməsi normal bir şey deyil. Amma digər tərəfdənsə ən azı mübarizə aparmaq üçün bir şey eləyirlər. Yəni bunu da demək lazımdır. Yəni Qarabağın səhv etdiyi şey də heç nə etməməsidir. Amma onların etdiyi düz nədir? Deyək, səhvlərin içində düz nədir? Onlar ən azından bunu edirlər. Yəni Qarabağ bunu belə etmir. Keçən sezona da çox bərbad planlama ilə başladı. Demək lazımdır bunu. Bu ilə də yəni Qarabağ bu şəkildə getsə, bu planlama ilə heç nə olmaz. Bir 6 nömrə, bir hücumçu, azı bir mərkəz müdafiə. Bəli. Həsən bəy xoş gəlmisiniz. Məncə də Kaşukla Adayın ikisi də getməlidir. Çox oyunçu getməlidir düzü. Amma belə deyək də neçə oyunçu alacaqlar, neçə oyunçu göndərə bilərlər. O da var. Yəni belə Qarabağ üçün demək rahatdır. Bu qədər futbolçu göndərsin, amma Qarabağın bundan sonrakı güya neçə oyuncu alacaq? Yəni hər oyunçunu göndərdi. Bizdə də oldu heç kimi oynada bilməmək, o da var yəni. Planlama yaxşı olmalıdır. Ən azı Danny Bolt'un transferi pis olmadı. O cəhətdən ki, heç olmasa çox gecikmədən olan bir transfer oldu Qarabağda. Yəni bu cəhətini də demək lazımdır. Mən sizlə bir neçə məlumatı paylaşım Danny Bolt barəsində. Çox sürətli bir oyunçudur. İlk vaxtlar əslində çox az şans tapsa da, sonradan karyerasında bir əslində müəyyən qədər bir sıçrama olduğunu demək olar. Yəqin Qarabağa gəlişinin də əsas nüanslarından birisi onun son vaxtlar yaxşı oynaması və Avropada çıxış etmə istəyi ilə bağlıdır. Yəni məncə əsas məsələ də buna görədir. Qarabağa gəlməsindəki əsas nüans. Bunun kimi
oyunçular çox alına bilər. Yəni Qarabağ məncə 2-3 transfer etməkdənsə 6-7 transfer edib, eynən Həsən bəy, mən də baxmadan buna deyirdim. 6-7 dənə transfer edib, bir neçəsinin uğursuz olsa belə, Danibolt barəsində qısa əzəri. Yəni 1.83 boyunda sağ cinah müdafiəçisi yüksək sürətinə görə Usain Bolta bənzədilir. Mən də videoda ona yeri ayırmışdım. Gənclər komandasında oynayır. Fluminense-də çox az oynayır. Ondan sonra əsas komandada 5 oyun oynayır. Və sonra Atletik Paranaense'yə keçid alır. İcarə ilə Vitoria'da oynayır. Braziliya komandalarında. Juventus'da da oynayır və sonra Portuqaliyanın 2-ci liqasına gəlir. İlk sezon daha az oynasa da ikinci sezon 30 demək 30 əslində. Təbii ki, statistika hər şey deyil. Yəni ən azı mənim istədiyim şeylərdən biri sağ-sol cinah müdafiəçilərin sürətli olmasıdır. Bu da önəmli detaldır. Yəni Dani Boltun bu qədər sürətli olması, Usain Bolta bənzədilməsi yaxşı bir nüansdır. Bunu demək lazımdır. Onsuz da sağ cinah müdafiəçilərinin və sol cinah müdafiəçisinin sürəti çox önəmlidir. Adı da çox uzundur. Niyə? Adı yaxşıdır yenə. Hüseyni mən yazmışam Daniel. Amma bu yəni ikinci, üçüncü adlar olur onsuz da. Bəli, Həsən bəy dediyi kimi Qarabağın rəqibi bəlli oldu. Yeni gələnlər üçün Shelbourne və Linfield cütlüyünün qalibi ilə Qarabağ oynayacaq. Bu cütlükdə Linfieldin daha şanslı olduğunu demək olar. Ona görə ki, sezonu çox yaxşı bitiriblər, amma yəni onların futbolu təbii ki, biraz daha fərqlidir. Bəzi nüanslar daha fərqli ola bilər. Bəli, İrlandiya çox uzun. Yəni digər tərəfdən Qarabağın rəqibləri barəsində söhbət açdıq. Qarabağ bu rəqibləri keçdiyi halda və onu təkrar sizlərlə paylaşacağam. Qarabağın ikinci mərhələni keçməsi təbii ki, çətin deyil və oyunlar 22-23 iyul, 29-30 iyulda olacaqdır. Ondan sonra 3-cü mərhələdə rəqiblər, təbii ki, bunlarda dəyişikliklər olacaq, hansı komandaların udması s.ə.yə görə. Qarabağın 3-cü mərhələdəki rəqibləri çox çətindir. Yəni bunu demək lazımdır. Gələ biləcək rəqiblər çox çətindir. Mən Qarabağın bu gedişatla əgər bir neçə transfer olmasa çıxması çox çətindir. Təbii ki, futbol şansı var, komandaların formu, o gündə necə oynaması, nüanslar çoxdur, amma mən Qarabağın üçün təsnifat mərhələsini keçəcəyini düşünmürəm. Normal halda. Hər şey ola bilər, amma İspaniya kimi futbolçu var, Antonio, yarımdaşçı Javi tərzdə. Əslində Pərvin bəyin dediyi kimi çox futbolçular var. Bunu əslində Türkiyə komandaları üçün də irad tuturam, Qarabağ üçün də. Məsələn, belə deyək də Portuqaliya 2-ci liqindən oyunçu aldı. Yəni bunu niyə bu il edirlər? Hər il Portuqaliya liqindən 10 dənə, 15 dənə çox oldu. Yəni 7-8 dənə oyunçu alına bilər də və yaxud da Qarabağ 3 dənə transfer edib ilə girməkdən. Keçən il Qarabağda 4 qapıçı var idi, elə deyilmi? Və yaxud da Qarabağda 2-3 dənə oyunçu alınıb liqə girildi və onlardan biri qapıçı idi. Yəni bu cür bir planlama olmamalıdır. Qarabağ 7-8 dənə oyunçu almalıdır, yayda xüsusilə. Qışda ola bilər 2-3 oyunçu almaq. Qışda əslində çox oyunçu almaq yaxşı deyil. Bəli, Türkiyə liqasında Azərbaycan liqasına hər oyunçu gəlməz. Sadəcə fərq ondadır. Amma hər halda Qarabağ yəni ikinci kvalifikasiyanın ikinci təsnifatı keçdikdən sonra 3-cü mərhələdə keçmək üçün yəni yaxşı transferlər etməlidir, heyət güclənməlidir. Hətta mən belə deyim sizə, bu gedişatla deyim. Əgər başqa transfer olmasa, indi Dani Bolt gəlibdi. Başqa transfer olmasa Qarabağın ikinci təsnifat mərhələsində belə keçməsi məncə yəni sual altındadır. Belə təbii ki, favorit Qarabağdır, amma ən azından Qarabağ neçə illərdir burada oynayır deyə Qarabağ favoritdir, amma son ildəki bərbad nəticələrini, yəni son 36 komandadan 36-cı, 35-ci olduqdan sonra Qarabağdan bir uğur
gözləmək çətindir. Və bu dəyişiklik olmadıqdan sonra Bayraməli salamlar dostum Bayraməli. Yəni özdə mənə elə gəlir ki, Qarabağ səs daha yaxşıdır Bayraməli. Qarabağ keçən il ümumiyyətlə İsmail bəy, xoş gəlmisiniz. Sabah və Zirə ilə bağlı da onu deyə bilərəm ki, bu il izlədiyim qədərilə Sabah Zirə də keçən ildən zəif təəssürat bağışlayırlar. Bu il çox çətin olacaq. Əslində əsas bir şeylə bağlı söhbət eləmək istəyirəm. Sizin rəylərinizi də baxıram, bəzilərini də danışacağıq. Qarabağ keçən il məncə bir güc zəhərlənməsi Qarabağda yaşadı. Yəni Leverkusen məğlub olmaq və s. Yəni Qarabağ düşündü ki, biz normal transfer eləmədi və bərbad keçən bir sezon. Yəni Dinamo Zaqreblə pis oyun oynanmamışdı əslində, amma ondan sonrası məncə fəlakət oldu. Mən onsuz da Qarabağın 7-8 xal toplamasının belə çətin olduğunu düşünürdüm, amma yəni bu qədər bərbad olmamalı idi. Digər tərəfdən Qarabağ keçən il, yəni bundan əvvəlki il daha yaxşı idi, bəli. Qarabağda problemlər o mənada nə deyirlər, tükənmir. Yəni bu il ilk dəfə olaraq normal bir tez transfer oldu, amma bu transferlər çox tez olmalıdır və çox transfer olmalıdır. Yəni 2 dənə oyunçu almaqdansa 7-8 dənə futbolçu al, Portuqaliyanın 2-ci liqi, İspaniya 2-ci liqindən və onlardan neçəsi tutmasın onsuz da. Yəni belə olar. Ən azından oyunçuları yoxlama şansı olar. Salam hər kəsə, xoş gəlmisiniz. Qarabağın rəqibi Sherborne və Linfield cütlüyün qalibi olacaqdı. İlk oyun 22-23 iyul, ikinci oyun 30 iyulda olacaqdı. Bu rəqiblərlə bağlı analiz, ümumiyyətlə Qarabağı necə bir fikstur gözləyir, hamısına bağlı video paylaşacağam. Onda məlumat vermiş olacaq. Deməli, sizin rəylərinizdəki suallardan və yazdıqlarınızdan keçək. Dediyimiz kimi, Pərvin bəy də deyir, yəni çox futbolçular var. İspaniya 2-ci liqi, Portuqaliya 2-ci liqi, məsələn Dani Boltu Qarabağ aldı, onunla bağlı video çəkmişdim, qısa da olsa. Yəni bunun kimi çox futbolçu alına bilər dostlar. Qarabağın bunu etməsi lazımdır. Azərbaycan digər komandalara bağlı. Türkiyə liqasında yaxşı futbolçular var. Onlar da alına bilər, amma Türkiyə liqasına hər oyunçu gəlmir Azərbaycana maraqlı bir şəkildə. Amma alına bilər təbii ki. Yəni çox oyunçu alınmalıdır. Chelsea-də 19 yaşlı adı Mark Gui'ni tanıyıram Pərvin. Onu oradan çıxartmaq çətindir. Barcelona yetirməsidir Mark Gui. Oradan onun yəni çıxarmaq çətindir. Qarabağ 3-cü təsnifatda udmalıdır. Qarabağ onsuz da 3-cü təsnifatı keçməsi məncə yəni təəccüblü olar. Bu vəziyyətlə davam eləsə təbii ki, başqa transferlər olar. Nə bilim, çox dəhşət bir hazırlıq kampı keçirərlər və s. Bəli, Qarabağın qapıçılarının da bərbad Sahid bəy son vaxtlar. Koxalski pis deyildi, amma onun da zədə, biraz qapıda durmama və s. çox problem oldu. Juninho gəlməz məncə bundan sonra. Birinci oyun məncə hansı komanda üst olursa, səpələnməmiş də olursa onda olur. Mən bilirəm, birinci Bakıda olacaqdır. Rahatlıqla keçərmi? Yəni 100% demirəm, bunu keçməlidir Qarabağ. Onsuz da bunu keçmirsə, Avropada oynamağın çox mənası yoxdur. Əgər ki, Qarabağ bu iki komandadan hər hansı birini keçmirsə, normalda Avropada oynamağın da çox mənası yoxdur. Keçənki qədər bərbad vəziyyətə düşə bilərik. Kadi var, amma başqa bir oyunçu yoxdur. Kadi yaxşıdır, yəni Kadidən başqa oyunçu. Juninho gəlməlidir. Juninho nə bilim, gəlməz rahatlar. Samet yəni Samet oynayır məncə, bir komanda ilə hal-hazırda müqaviləsi var Fenerbahçenin oyunçusu. 3-cü mərhələ səpələnmişdi. Eynən. 3-cü də səpələnmişdədir, bəli. Yəni Qarabağın 3-cü mərhələni bunu söylədik. Bunu keçdikdən sonra bu mərhələni ikinci təsnifat mərhələsini keçdikdən sonra 3-cü təsnifat mərhələsi yəni nə deyirlər, çox dəhşətdir. Yəni 3-cü mərhələni keçmək Qarabağ üçün çox çətin olacaq. Bəli dostlar, hər kəs xoş gəlib. Ümumiyyətlə bir çox şeylə bağlı fikirlərimizi paylaşdıq.
rahat komanda gələ yəni hər şey ola bilər, amma mən inanmıram çox burdan nə rahat gələcəkdir. Üçüncüdəki təxmini rəqiblər bunlardır. Amma burdan kim gəlsə asan olar ki. Yəni Pauku demək olar müəyyən qədər asan. Bratislava bəlkə asan ola bilər müəyyən qədər. Midtjylland keçən il belə yəni Ferencvaroş belə asan deyil, yəni burada asan komanda azdır. Bodo Glimt Qarabağ keçən il udmuşdu, amma keçən il də bizim biraz bəxtimizin də gətirdiyini demək lazımdır. Samet gəlsə Zubirdən çox qol vurar. Yəni mən Zubirlə Benziyanın ikisini də çox xoşlamırdım. İkisi bir arada olanda vəbşə xoşlamırdım. Çünki biri sağa çəkir, biri sola çəkir. Yəni qapı ağzında olanda zərbə vurmaq lazımdır. Malmö yəni Malmö o qədər asan deyil. Malmö Qalatasaray uda bilmədi Malmönü. Beşiktaş udmuşdu Malmönü, amma Beşiktaşda şans olmuşdu. Yəni indi Beşiktaşlar inciməsin. Yəni bir neçə dənə şans olmuşdu, vura bilmişdilər əks-hücumdan. Sonra Midtjylland Fenerbahçe Midtjylandi uda bilməmişdi. Hətta Midtjylland qol vurmuşdu son dəqiqələrdə. 22-20 ilk oyun 22-23 iyuldadır, ikinci oyunda 30 iyulda. Hər kəs xoş gəlib dostlar. İkinci təsnifatın ilk oyunu 22-23 və sonra 30 iyulda olacaq. Sizlə bir söhbət edirdim. Yəni Malmö Midtjylland Fenerbahçe qol vurmuşdu, sayılmamışdı. Yəni Fenerbahçenin udacağı idi, son dəqiqələrdə vurmuşdu və çox belə cüzi ofsayd olmuşdu. Yəni asan rəqib yoxdur demək olar. Asan rəqib qalmayıb. PAOK Qalatasaray o qədər də rahat udmamışdı. Qalatasarayla oynamışdı. Çətin, yəni Bodo Glimt keçən ən güclü komandalardan biri idi. Sadəcə Qarabağın oyunda bəxt də gətirdi. Bunu da demək lazımdır. Yəni Qarabağ şanslarını dəyərləndirdi. Bodo Glimt şanslarını dəyərləndirə bilmədi, amma onların bizdən nə deyirlər, XG-si, daha çox qol şansı var idi, daha çox epizoda girmişdilər. Birinci oyunu dedik 22 iyul, 23 iyulda, ikinci 29-30 iyulda. Birinci oyun məncə Bakıda olmalıdır, bəli. Matiya Barz. Çox oyunçu var, Pərvin bəy. Yəni ikinci İspaniya ikinci ligi, Portuqaliya ikinci ligi, ümumiyyətlə Türkiyənin belə ikinci, üçüncü liqində çox yaxşı oyunçular var. Kərəm Aktürkoğlu kimi olsun, Barış Alper kimi olsun. Yəni elə oyunçular çox var. Sadəcə bəzən gedirlər belə bir şeyə dirənirlər, elə bil nə bilim, düzə Qarabağ transferdə eləmir, yəni düzənməli ki, biləsən ki, yaxşı transferdir, pis transferdir. Yəni bu sezonun əvvəlinə 6-7 transferlə niyə başlamasın Qarabağ? 3 oyunçunu göndəribdi. Veşoviç gedibdi, Patrik Andrade gedib, Benziya gedib. Niyə çox oyunçu almayaq ki? Eget Nazın mən bilən dəyəri daha çoxdur. Rahat deyil almaq. Araz, Sabah, Qarabağ üçü də Avropada. Yəni Qarabağ bu kanalın heç birini rahatlıqla keçə bilməz, amma biraz da olsa. Yəni mən söhbət burada gördüyünləriniz 3-cü təsnifat mərhələsidir. Qarabağın rəqibini sizlərlə paylaşdıq. Yeni gələnlər üçün də Qarabağın rəqibi Shelbourne və Linfield komandalarının qalibi olacaqdı. İlk oyun 22-23 iyulda, ikinci oyun 29-30 iyulda olacaqdı. İlk oyun mən bilən Bakıda olacaq. Və Qarabağ bu mərhələni ikinci təsnifatı keçdikdən sonra üçüncü təsnifat bayağı çətin olacaq Qarabağ üçün. Bunu demək lazımdır. Qarabağ bu mərhələnin keçməsi məncə çox da normal görsənmir. Hələ ki bu planlama ilə, bu cür ilə başlamaqla çox çətin olacaqdır. Biletlər satışa çıxacaq. Biletlərin satışına çıxması məncə çox var. Ümid edirik Sadiq bəy uda bilərik. Andrada Neftçiyə gedir, bilmirəm dəqiq xəbərləri. Andrade pis deyil. Qarabağın heyətindəki yaxşı oyunçulardan biridir əslində Andrade. Yəni yoxsa Patrik Andrade deyirsiniz, Leandro deyirsiniz. Qarabağın rəqibi ilə paylaşdıq dostlar. Yeni gələnlər də görə bilərlər. Deməli Linfield və Shelbourne komandalarının cütlüyün qalibi. Qarabağa güclü skaut lazımdır. Skaut lazımdır.
biraz da yaxşı pul xərcləmək lazımdır. Niyə olmasın? Yəni Qarabağ niyə məsələn tutalım ki, deyirəm də, belə deyək, biraz daha fərqli bir nümunə. Butrina vardı, Dinamo Zagrebin oyunçusu. Düzdür, oyunçunu almaq çətindir, amma yəni daha tez məsələn Butrinanı görüb alsaydı nə olardı? Como-ya getdi, Fabregasın komandasına İtaliyada. Yəni çox oyunçular var elə ki, vaxtında almaq olar. Yəni çox böyük pullar da olunmur. Yəni 2-3 dənə elə transfer eləyə bilsə məsələn Qarabağ, eee Portuqaliya, İspaniya ikinciliyindən, Türkiyə ikinciliyi biraz sadəcə Qarabağ ilə yaxşı başlamalıdır. Yəni çox nüanslar var. Ondan Dani Bolt Qarabağa gəlibdi və onunla bağlı transfer videomuz var, dostlar. Düzdür, çox geniş video hazırlaya bilmədim. Gecə hazırlamışam, sonra yatmışam, işə gəlmişəm. Almaniyanın Bonn şəhərində. E, Rıza bəy, mən ümumiyyətlə keçən ilki performansdan zəif olduğunu düşünürəm Azərbaycan komandalarının. Arazın çıxışını demək lazımdır. Arazından nəsə ümid eləmək olar. Mən istər Zirə, istər Sabah, təbii ki, ümumiyyətlə Sumqayıt olsun, yəni hamısının komandalarımızın performansından söhbət gedir. Yəni heç yaxşı səviyyədə deyillər. Keçən ilkindən çox aşağı səviyyədədirlər. Məncə qrupa qalmaları çətin, o liqaya qalmaları çətin olacaq. Üstdəki konfrans olar. Amma tam bilmirəm. Çünki işdən sonra daxil olmuşam bura. İndi digər məlumatları da paylaşarıq. Mən də sizlərlə paylaşacağam. Axtarıram. Paylaraq offside azdan paylaşaq görək. Baxaq görək onunla bağlı fərqli bir rəqiblər. Dani Boltun yəni sürətli başlamayan bir yəni Dani Bolt karyerasına çox da yaxşı başlamasa da, son ilini yaxşı keçirdiyini demək lazımdır əslində. Yəni bir Qarabağa bir oynayan futbolçu gəlir. Yəni məncə ən önəmli şeylərdən biri budur. Futbolçu var ki, Qarabağa gəldiyi halda yatıb gəlir, belə desək, və yaxud da oynamadan gəlir. Amma Dani Bolt çox oynayaraq gəlir. Yəni son ilini isə 34 oyuna startda başlayıb. Amma bir şey var, daha çox oynayıb, sürətli oyunçudur, boyu da yəni hündürdür. Bəli. Qarabağ yəni nəinki hücumçu, Qarabağın bütün mövqelərə futbolçu lazımdır. Qarabağın bütün mövqelərinə futbolçu lazımdır. Qarabağda çünki bütün dediyim, yəni Qarabağa normalda 5-6 futbolçu, 7-8 futbolçu lazımdır. Yəni Qarabağ ya bunu eləməsə, məncə Qarabağ 3-4 transferlə getsə, 3-cü mərhələni keçmək ehtimalı yəni nə bilim 1% möcüzə. Qarabağ belə getsə çempionluq da gedəcək. Çempionluq çətin gedər. Azərbaycan liqasının səviyyəsi çox düşübdür deyə. Yəni Qarabağ hər bir halda Azərbaycan liqində çempion ola bilər yəni. Pis başladığı sezondan sonra belə, məsələn, Arazdan xal ala bilməsə belə, yenə getdi çempion oldu. Yəni Araz bir oyunda məğlub etdi, amma yenə də getdi çempion oldu. 3-cü oyunda isə bərabər qaldı. Yəni təbii ki, yəni Qarabağda keçən 4 qapısı var idi. Yəni bu da anormal idi. Bitirici santrofor lazımdır. Yəni məsələn Juninho, ikinci bir Juninho ala bilmək çoxmu çətindir? Yəni təbii ki, tam bir Juninho almaq çətin ola bilər, amma Juninho profilində futbolçu almaq çox çətin olmasın gərək. Gedib Cənubi Amerika biz nəyi deyirdim bayaqdan? İspaniya ikinci liqaya, Portuqaliya ikinci ligi, Türkiyə ikinci ligi. Yəni çox oyunçu alına bilər, amma təkcə bu deyil. Cənubi Amerikadan çox futbolçu alına bilər. Yəni o deyir, bütün bu oyunçuları Ajax alır, Porto alır, Benfica alır, parladır, Avropaya satır, elə deyilmi? Yəni Qarabağın elə bir skautunun olması çoxmu çətin olar? Yəni Qarabağ elə oyunçu gətirə bilməzmi oradan?
gətirib altyapıdan, ya daha erkən yaşlardan, erkən dediyim yəqin 10-11 deyil də 14, 15, 16 yaşından bəzi oyunçuları şans verməsi, 17-18 yaşında, 19 yaşında, cavan yaşda çox oyunçular gətirilə bilər yəni. Məncə Kuxalski pis qapıçı deyil. 22-23 iyulda ilk mərhələ olacaqdı. Ondan sonra Qarabağın rəqibi ilə bağlı məlumat verdik dostlar. Shelbourne komandalarının cütlüyünün qalibi olacaqdı. Qalibi Qarabağla oynayacaqdı. Və ilk oyun 22-23 iyulda, ikinci oyun 29-30 iyulda olacaqdı. Danny Bolt Qarabağa gəlibdi. Necə yəni qayıdacaqdı? Sizcə Qarabağ hansı mərhələ? Məncə Qarabağ 3-cü təsdifatda keçəməyəcək 3-cü təsdifatı. Məncə Qarabağ 3-cü təsdifatı keçə bilməyəcək. 3-cü təsdifatla bağlı məlumat verdik. Yəni 3-cü təsdifat bizim səviyyəmizin üstündədir. Yəni Qarabağlılarda çoxusu futbol şansı varmı? Var. Nə bilim FCSB məsələn düşsə, yəni böyük ehtimal onlar udacaq. Tutalım ki, şans varmı FCSB-nin keçməyə? Yəni bütün komandalara qarşı şans var. Yəni burada heç biri Barselona, Real Madrid deyil. Amma yəni bunlarla düşdüyü halda Qarabağın formu necə olacaq? Onların özlərinin formunda dəyişiklik olacaqmı? Yəni Qarabağ ikinci təsdifatı keçdiyi halda belə çox şeylər düzəlməlidir. Çox transferlər olmalıdır. Qarabağın futbolunu da danışmaq lazımdır əslində. Nəinki transferlər, Qarabağın keçən ilki oyununda danışmaq lazımdır. Qarabağ keçən il futbol oyunlarda elə bil qədim Barselona kimi oynamağa çalışır, amma nə səviyyə Barselonadır, nə də ki o futbol qalıbdı. Yəni indi artıq direkt futbol çox önəm daşıyır. Çox pas oynamaqdansa 50 dənə pas oynamaqdansa məktəbin qapısına 5-10 pasla gedəsən. Yəni bunu PSG-nin nümunəsində görürük. Əsas məsələ qapıya daha az pasla gedə bilməkdir. Yəni Qarabağ oyununda da düşməyən demək lazımdır. Qarabağın oyunu da çox zəif idi. Keçən il çox komandaya qarşı dominant müəyyən qədər oyun deyiləcək belə olsa, yəni çox top bizdə olduğunu düşünsək belə biz normal qapıya 3-5 zərbə endirə bilmirik yəni. Rəqiblər bəlli oldumu? Fərid bəy. Mən artıq baxa bilmirəm. Kadi, Kaşuk, Aday, yəni bəli. Kaşuk və Adayının da Sabah da Serjeylə işləşdi. Tamam. Bunlarla bağlı indi bir şey tapan kimi paylaşıram sizlə. Hamısını görəcəyimiz halda. Əslində mən paylaşmaq istəyirəm də sizin rəylərinizi oxuyuram deyə onunla bağlı bir şey paylaşmıram. Sabah bəllidir də Chelsea ilə qarşılaşması. Hər kəs xoş gəlibdi. Qarabağın rəqibi barədə məlumat verdik. Shelbourne və Linfield cütlüyün qalibi ilə. Mən də çempionları axırıncı olmaqdansa Kamran bəy düz düşünürsünüz. Mən də eynisini düşünürəm. Qarabağın əslində ən idealı getsin Konferans Liqasına, qrupdan, yəni liqada ilk 8-liyə qalsın. Qarabağ ikinci təsdifatdan başlayır, bəli. 22-23 və 29-30 iyulda olacaqdı oyunlar. Qarabağ üçün ən yaxşısı yayımı bəyənməyi unutmayın dostlar. Siz yayımı bəyəndikcə daha çox insanın qarşısına çıxır. Ümumiyyətlə rəqib analizi videosu hazırlayacağam. Transfer videolarında oyunçular haqqında bəzən qısa, bəzən uzun videolar hazırlamağa çalışacağam işimlə bərabər. Sizin yayımı bəyənməyiniz önəmlidir. Kanala abunə olmanız önəmlidir. Çünki daha çox insana çata bilərəm, daha çox içərik hazırlaya bilərəm, daha çox video hazırlaya bilərəm. Salam Nahid bəy. Qarabağ ikinci təsdifatdan başlayır və ikinci təsdifata keçdiyi halda üçüncü təsdifatda rəqiblərlə bağlı məlumat vermişdik. Üçüncü təsdifat çox çətin rəqiblər gözləyir. İlk oyun səfərdədir.
Ondan sonra başqa sizin suallarınızdan Granada oynayan yarım müdafiəçisi var. Real Madrid gözdən çıxar. Yəni elə oyunçular var da, amma Real Madriddən çıxan bir oyunçunu rahat-rahat istəyir Real Madrid heyətinə düşməyibsə belə onu rahat-rahat almaq olmur məncə. Yəni adı Real Madriddə keçibsə, o oyunu çətindir. Oyunçunu çətindir almaq. Bəli, bu Dokunut play-offdan başlamır mən belə. Üçüncü bu da Glimt üçüncü mərhələdədir. Amma Qarabağın üçüncü mərhələdə sonra 30 iyulda olacaq. 3 oyun səfərdə. Yəni Qarabağın üçün ən yaxşısı Frans liqasına düşüb orada nəsə eləməkdir tərəfdən. Çünki onsuz heyət o heyət deyil. Yəni bu uğur qazanmaq da çətindir. Bəli, ola bilər. Üçüncü təsdiqatdakı rəqiblər mən sizə burada yazıda yazmışdım. Bu yazını da oxuyaraq məlumat verim. Qarabağın rəqibi dedik, Shelbourne İrlandiya komandası və Linfield Şimali İrlandiya komandalarının cütlüyünün qalibi ilə oynayacaq. 22-23 iyul ilk oyun, 30 iyulda ikinci oyun olacaq. Yəni bununla bağlı sizə məlumat vermişdik. İkinci olaraq Qarabağ bu mərhələni keçdiyi halda üçüncü mərhələdə PAOK, Ferencvaroş, Bodo Glimt, Midtjylland, Malmö, Slavan, Sparta və FCSB. Bu mərhələdə 12 komanda mübarizə aparacaq. Bunu yazmışam detallı topluluq qismində YouTube-da. Və onu ikinci mərhələdən vəsiqə qazananlar, ikisi birbaşa bu mərhələyə gələnlər. Digər tərəfdən iki başqa komanda gələcək. Yəni başqa komandalarla qarşılaşma ehtimalı var. Qarabağın oyunu 22-23 iyul, 30 iyulda olacaq. Başqa oyunların vaxtını bilmirəm dəqiq. Və Qarabağ bu mərhələni keçdiyi halda play-off daha asandır əslində bir tərəfdən. Təbii ki, burada listələrdə dəyişmələr olacaqdır. Bu simulyasiyanə olan bir şeydir. Yəni simulyasiyaya görə bu cürdür. Bu mərhələndə də yekunda play-offda 5 komanda Çempionlar Liqasına qatılacaq lig mərhələsinə. İndiki halda Qarabağın düşə biləcəyi rəqiblər, yəni Qarabağ ikinci təsdiqatı keçdi, 3-də düşdü, PAOK məsələn keçdi. Play-offda Basel, Sturm Graz, Tel Aviv, Maccabi Tel Aviv, Slovan Bratislava, Zrinjski Mostar, Bodo Glimt-lə yenə düşə bilər burada, Ferencvaroş və Red Star Belgrad. Deməli, Qarabağ play-offda isə bunlar, yəni şəkildə zaten Qarabağın hansı komanda düşəcəkdir ya da bu səpələnməmişə görə də Qarabağın rəqiblərini biləcək. Yəni Qarabağ Shelbourne və Linfield-ni keçdiyi halda 3-cü təsdiqat mərhələsi, 3-cü təsdiqat mərhələsini keçdiyi halda play-off mərhələsini oynayacaq. Play-off 3-cü təsdiqatdan daha rahat olacaq. Böyük ehtimal, əgər elə bir inşallah olsa, elə bir şansımız olsa. Püşkatmasını bilmirəm. Dəqiq mən işdən çıxdıqdan sonra təcili şəkildə Qarabağla bağlı bir çox nüansı sizlərlə paylaşmağa çalışmışam. Konfrans ligi ilə bağlı məlumatım yoxdur. Onu Twitterdan yoxlayaq əslində onu. UEFA Çempionlar Twitterdan baxım sizlərlə paylaşacağam. Hər kəs xoş gəlibdi. 16. Lincoln nə oldu? Lincoln'a bir şey olmayıb. Hansı Lincoln'ın süpürcü? Sizlə başqa nə məlumat paylaşacaqdıq? Qarabağ dedik.
Araz Naxçıvan potensial rəqibləri hansılardır? Araz Naxçıvan potensial rəqiblərini bilmirəm. Sizlə paylaşmağa çalışım bir saniyə. Hər kəs xoş gəlib dostlar. Bir saniyə. Onları paylaşacağam. Sadəcə paralel olaraq Qarabağın potensial rəqiblərinə baxmışdım. Araz Naxçıvanın rəqiblərini sizlərə paylaşıram indi. Hər kəs xoş gəlib. Bütün rəylərinizi oxumağa çalışırıq. Araz Naxçıvan deməli iyulun 3-də olacaqdı. Əvvəlki il. İyulun 4-ü. Bəli, hər kəs xoş gəlib dostlar. Biri Omonoya'dır. Məncə Qarabağ keçər, təbii ki, keçməlidir. Qarabağ bu rəqibləri keçməsə daha nə olsun? Keçən il oynamışdıq, bəli, onlarla. Qarabağla paylaşdıq. Araz Naxçıvanla bağlı sizə Qarabağın rəqibi çox ola bilər. Paylaşıram sizə. ChatGPT-dən aldığım amma olsun. Çünki məsələn Arazın rəqibləri buradan gələcək rəqiblər bir çox rəqib var əslində. AEK Futsal, Sila, Tirana Futsal. Bu şeyi tapıb yox, başqadır bu. İnstrument. Araz yazanda ancaq Araz Anderlecht Sabah. Qarabağ seminarına getməsə də Avropa Liqasında Sabahda maksimum konferans liqasında nəsə edir. Zirədə konferansda təcrübə bu Araz Naxçıvan. Araz Naxçıvan məncə bu il ən yaxşı formda olan komandalardandır. 16-dadır, səhv etmirəmsə. Yəni belə yazıldı. Arazın sadəcə potensial rəqibləri ilə bağlı sizə məlumat paylaşacağam. Bir şey də axtarıram paralel olaraq. Bəli. Sabah utsa Sunderlanddən qarşılayacaq. Arazla bağlı dedik məlumat paylaşdıq. Shelbourne və Linfield. Arazın potensial rəqiblərinə bağlı sizlə bir şey paylaşmaq istəyirəm. Araz konferans liqində oynayacaq. Okay. Bəli. Dostlar, bir şey axtarmaqdan çalışdım. Yaxşı transferlər eləsək, bu il inşallah Çempionlar Liqasında məncə xəyaldır biraz. Yəni yaxşı transferlər eləsək olar da, amma yaxşı transferlər etməsək Qarabağın Çempionlar Liqindən danışmağımız məncə xəyaldır. Çox çətindir. Yəni bu heyətlə Çempionlar Liqi mümkün deyil. Çempionlar Liqinə qatılsaq, yəni məsələn Qarabağ 2-3 transfer elədi, Çempionlar Liqinə qatıldıq. Məncə faciələr ola bilər. Yəni çox dəhşətli məğlubiyyətlər ola bilərik. Anderlechtlə. Okay. Anderlecht. Çox çətindir Anderlecht.
Qarabağ üçün çox çətin olmaya bilərdi. Eee, Arazın potensial rəqibləri Zirə özü ola bilər. Macarıstandan rəqib ola bilər və bir çox komanda ola bilərmiş. Arazın potensial rəqibləri çoxdur. Bəli, düzdür, amma məncə asan püştüşdür. Qarabağın rəqibinə bağlı deyil. Shelbourne və Linfield komandasının cütlüyünün qalibi olacaq. Arazın rəqiblərinə gəldikdə, Arazın potensial rəqibləri Zirə özü də, yəni Azərbaycandan olmayacağı üçün komanda, Cluj, Macarıstan komandası, Gior, Puşkaş Akademiya, Omonia və başqa Çernomore, Arda, Zimbru, yəni bir çox komanda var. Yəni bunlar ola bilər yəni. Arazın rəqibləri, Arazla bağlı sual soruşanlar vardı deyə bunu paylaşmağa çalışdıq. Qarabağın rəqibi ilə bağlı məlumat verdik. Varsa da görə bilərlər. Qarabağın ikinci təsnifat mərhələsindəki rəqibi ilk oyunlar 22-23 siz sağ olun Eşimə, bağışlayın biraz gec oldu çünki axtarırdım və baxmamışdım, bunu yoxlamamışdım. İlk oyunlar 22-23 və 29-30 ildə olacaq. Yəni Qarabağın ilk oyunlarından söhbət gedir. Shelbourne və Linfieldin qalibi ilə oynayacaq. Qarabağ bu mərhələni keçdiyi halda çox çətin əslində fikstur gözləyir. Qarabağı yəni bu play-off mərhələsidir. Play-offdan əvvəl hələ üçüncü. Biz onsuz da bu arada bunu da nəzərə salaq. Mən dünən paylaşmışdım sizlərlə. YouTube-da topluluq olan hissədə YouTube-da yazmışdım rəqibləri və gördünüz əslində. Mən Linfield-i yazmışdım burada. Halda Qarabağ Linfield-də oynayacaqdı. İlk performansını da nəzərə aldıqda dostlar, Qarabağ üçün heç də asan bir komanda olmayacaq. 85 xalla bitiriblər ligi. Qarabağ bu il transfer Avropada heç nə edə bilməz. Yəni bir dənə konfrans liqasında nəsə eləyirlər. Yəni Qarabağ ya konfrans liqasına getsin, orada nəsə eləsin, ya da ki heç nəyə qatılmasın. Yəni bu halda. Ya da ki transfer eləsin ağıllıca. Yəni minimum 5-6 dənə transfer. Yəni minimum 5 dənə transfer, amma məncə çox transfer edilməlidir. Yəni Türkiyədə Qarabağa dənc ola biləcək, məsələn, Qalatasaray, Fənər, Beşiktaşdan Beşiktaşı götürsək məsələn, Beşiktaş deyil. Ümid edirik. Yəni ən azı buna bənzər bir çox internet səs gəlirmi? İnternet bir an getdi deyəsən. Yəni buna bənzər çox oyunçular, yəni bir çox oyunçu alınmalıdır. Tutalım ki, bir oyunçu aldı Qarabağ. Bununla bağlı video da hazırladıq. Danny Boltla bağlı. Yəni çox oyunçu alınmalıdır. Bir dənə oyunçu ilə iş olmaz. Çox oyunçu alınmalıdır. Çox transferlər olmalıdır. Çətin büş deyil. Qarabağ üçün yəni mükəmmələ yaxındır. Qarabağın püşünü yazdıq dostlar. Burada mesaj olaraq da qeyd eləmişik. Təkrar yazmışıq da. Yəni Qarabağın rəqibi ilə bağlı yazmışdıq zaten. Baxmanız lazım. Linfield və Shelbourne cütlüyünün qalibi olacaq. Shelbourne-a nəzər saldıq. Ümumiyyətlə Shelbourne-a da Linfield, Shelbourne çox yaxşı bitirməyib ligi. Ona görə yəni çox yaxşı deyil yəni bu il formu. Ona görə Shelbourne-u Qarabağın keçməsi, yəni Shelbourne düşsə daha rahat ola bilər. Shelbourne olmadığı halda Linfield çox çətin olacaq məncə. Yəni bu dəqiqəki performansımıza görə çətin olacaq. Amma nəyi başa salaq? Bəli. Yəni Qarabağın rəqibi dedik, ikinci təsnifat mərhələsi gəlir dostlar. 2-dən sonra 3, sonra play-off gəlir. Qarabağın ikinci təsnifat mərhələsində rəqibi Shelbourne və Linfield cütlüyünün qalibidir.
qalibi olacaq. İlk oyun 22-23 iyulda. Püşketmənlə bağlı deyirik qardaş. Baxın, ilk oyun 22-23, ikinci oyun 29-30 iyulda olacaqdı. Və ondan sonra Qarabağ bu mərhələni keçdiyi halda son bir neçə şey təşkil edirəm. Əslində, yayımı sonlandıracağıq. Dünən paylaşmışdıq rəqibləri və burdan Linfield bir mənada gəldi. Yəni Linfieldlə digər komandanın qalibi olacaqdı. Üçüncü mərhələyə keçdikdə çox çətin rəqiblər gözləyir, amma burada biraz dəyişikliklər olacaqdı. Dediyimiz kimi 10 komanda ikinci mərhələdən vəsiqə qazanan olacaqdı və 2 dənə də birbaşa bu mərhələyə qatılan komanda ilə Qarabağ oynayacaq. Və bu mərhələ Qarabağ üçün bir mənada ölüm dirim. Oyun 22-23, 29-30 iyulda saatını tapar, bilmirəm dəqiq. Saat dəqiqləşməyib. Ya Azərbaycan saatı ilə 9-a qalmış olacaq, 15 dəqiqə ya da böyük ehtimal, yəni bir şey dəyişməsə ya da 11-də olacaq. Yəni oyunun vaxtına çox var. O vaxta qədər tam bilinər yəqin. Və bu mərhələni keçmək Qarabağ üçün dediyimiz kimi çox çətindir. Xüsusilə bu heyətlə, bu qədər bərbad sastavla, heyətlə çox çətin olacaq. Mən Qarabağın heç bir bu gedişlə heç bir uğur olacağını düşünmürəm. Yəni transferlər olsa Avropa Liqasında nəsə etmək mümkündür. Çox yaxşı transferlər olsa Çempionlar Liqasında bəlkə qatılmaq və orada 2 oyun qazanmaq və s. Ya maksimuma yaxın şey istəyimiz olar. Digər tərəfdən bəlkə də Qarabağın bu eləyəcəyi əgər bu qədər hazırlıqsız getsə, bundan sonrası ən yaxşısı Qarabağın Konfrans liqinə gedib orada bəlkə nəsə eləməsin. Yaxşı, başqa bir şey deyil. Bəli, Dani Bolt gəldi Qarabağa dostlar. Dani Boltla bağlı video da hazırlamışıq. Qarabağ Çempionlar Liqasına qatıldığı halda 15-20 milyon arası pul alacaq. Onun xaricində böyük pul almırsan. Yəni Avropa liqində 7-8 milyona yaxın pul, Konfrans liqində bilmirəm 4-5 milyon, 3-4 milyon pul. Bəli, təbii ki, mən Qarabağı zəif hesab etmirəm Mustafa bəy. Mən Qarabağın bərbad transferlərini, bərbad planlamasını pisləyirəm. Keçən ilki Avropa liqində axırıncı olmağımızı pisləyirəm. Mənim başqa bizim dərdimiz onsuz da odur ki, yaxşı olsun. Qarabağda biraz məncə güc zəhərlənməsi də oldu. Ondan əvvəlki il Bayer Leverkusenə qarşı çox yaxşı oyunlar, hətta stadiondan izləmişəm. Çox sağ olun. Siz anlayırsınızmı? Bəli. Bütün sözlərinizi deyə bilərsiniz. Mustafa bəy, yəni mən Qarabağı zəif hesab etmirəm. Qarabağın yaxşı transfer etdiyi halda çox böyük uğurlara çıxacağını deyirəm. Qarabağın Avropa liqində bir şey edə biləcəyini deyirəm. Amma Qarabağ bu cür heyətlə girsə, Veşoviçin getməsi, Benziyanın getməsi, Patrik Andradenin getməsi və bununla əlavə çox pozisiyada bir oyunçumuzun olması, əvəzedici heyətin olmaması və az oyunçuların olmaması, ümumiyyətlə 9 nömrənin olmaması, cinah oyunçularımızın çox zəif təsir bağışlaması, Kaşuqun, Dayinin zəif performansı, yəni Qarabağın yaxşı bir şey olmalıdır ki, tərifləyəsən də və yaxud da oyununu da pisləmək lazımdır, oyununu da danışmaq lazımdır. Qarabağın bəzən zəif komandalara qarşı belə çox az pozisiyaya girməsi, çox az momenti olması, bunlar hamısı yəni həqiqətən bərbad. Yəni bunları demək lazımdır. Yəni yoxsa bəli Nahid bəy bütün diləklərinizi, sözlərinizi deyə bilərsiniz. Tikitazda saatı verərlər yəqin ki, deyirlər. Dostlar, yayımı bəyənməyi unutmayın. Çünki siz yayımı yəni xoşunuza gəlirsə, bəyəndiyiniz halda çox insan qarşısına çıxır və çox insan xəbərdar olur bizim yayınlardan. Mən çünki bu rəqiblərin analizini də hazırlayacağam. Qarabağın hansı rəqiblə düşdüyü halda daha asan olacağını deyəcəm.
və bundan başqa da bir çox şeyi sizlərlə paylaşacağam. Sizin də xəbəriniz olar. Bunları da deyim sizə. Və siz bəyəndiyiniz halda daha çox insanın qabağına çıxır, daha çox insan görür, ümumiyyətlə yayımlarımızı izləyirlər. Bunlar da önəmlidir. Deməmiz lazımdır görə. İkinci təsnifat mərhələsinin rəqibini dedik, Shelbourne və Linfield. Linfieldin mən daha çətin olacağını düşünürəm, daha çox performansına görə, amma çox analiz etməmişəm. Bunlarla bağlı biraz daha analiz edib danışmam lazımdır, daha düz olması üçün. Analiz etdikdən sonra görəsiniz. Kanalda əslində bir neçə gündə yayımda olacaq inşallah. İlk oyun 22-23 iyulda olacaq. İkinci oyun 29-30 iyulda olacaqdır. Və Qarabağ bu komandaların bu cütlüyün qalibi ilə qarşılaşacaq. Bu cütlüyün qalibini Qarabağ keçdiyi halda 3-cü təsnifat mərhələsində çox çətin rəqiblər gözləyir. Bununla bağlı bayağı müzakirə apardıq. Bununla bağlı əsəbləşən dostlarımız da var ki, Qarabağı mən zəif görürəm deyə. Əslində həqiqət o deyil. Həqiqət futbolun necə olmasıdır. Həqiqət Qarabağın son keçən ildəki bərbad planlamasıdır. Çox az oyunçu transfer etməsi, 4 qapıçının olması. Bu kimi nüanslardır. Yəni yoxsa bizdən gedən və ya bizə gələn bir şey yoxdur. Mənim üçün sərf eləyər ki, Qarabağ daha çox qələbə qazansın. Ümumiyyətlə insanlar daha çox izləyir. Yəni izləmək istəyir və yaxud da özüm üçün sevinirəm, bütün oyunlara baxıram. Qarabağın Avropa liqindəki bütün oyunlarına baxıram. Qarabağın əvvəllər Çempionlar liqində oynadığı 6 oyunun 6-sına da baxmışam stadionda. Hazırlıq oyunu ilə bağlı məlumat paylaşmışdım. İndi onu təkrar paylaşıram sizlə. Hazırlıq oyunu ilə bağlı məlumatda paylaşıram. Bir saniyə səhv məlumat olmasın. Bütün məlumatları mən kanalımızda topluluq hissədə paylaşmışdım. Qarabağın yoldaşlıq oyununa gəldikdə, hazırlıq oyununa gəldikdə, deməli, bununla bağlı məlumat paylaşmışdıq. Buna da nəzər salaq, sualı soruşulur deyə. İlk oyun iyunun 30-unda Azərsun Arenada Zirə ilə oynayacaq. Və ondan sonra Qarabağ iyunun 18-dən iyulun 2-sinə də qədər hazırlığını Avstriyada keçirəcək. Nurlani bəy, bütün mesajları görürəm, cavab verəcəm. İndi belə, Qarabağın hazırlıq oyunu, yəni Qarabağ bir neçə hazırlıq oyunu keçirsə daha yaxşı olacaq. Bəli, Linfield də çətin komandadır, yəni heç bir asan deyil. Qarabağın bu formuna görə asan rəqib yoxdur. Bəli, Qarabağın ilk hazırlıq oyunu iyunun 30-unda Azərsun Arenada olacaqdı Zirə ilə. Sonra iyunun 18-i iyulun 2-sinədək Bakıda hazırlığını keçirən komandamız da hazırlığını da Avstriyada davam edir. Saatı dəqiq bilinmir. Oyunun saatı ya Azərbaycan saatından 9-a 15 qalmış ya da 11-də olacaqdır. Bəli, deməli, sizin yazdıqlarınıza gəldikdə, Klub Brügge düşsəydi Qarabağa 10-0 udub göndərərdi. Hazırlıq oyunun barədə Shelbourne yaxşı klubdur, İrland çempionu və çempionatı olaraq da sadəcə Shelbourne'un indiki performansı yaxşı deyil. Yəni Qarabağın rəqiblərinə nəzər saldıqda təkrar paylaşmış olsaq, yəni Qarabağın rəqibi ya Shelbourne ya Linfield olacaq. İlk oyun 22-20 Qarabağın rəqibi ya Shelbourne ya Linfield olacaq. Bu iki cütlüyün qalibi ilə oynayacaq Qarabağ. İşte məlumatlar gedir, yuxarı məlumatları paylaşmaya çalışıram. Bəzən təkrar. Hər kəs xoş gəlib dostlar. Yayımı biraz da davam etdiririk, suallar və s. cavab verib sonra yayımı, yəni vaxtını dedik. Linfieldin sadəcə indiki performansı yaxşı deyil. Yəni Qarabağ ikisindən biri ilə oynayacaq. Shelbourne'un indiki performansı yaxşı deyil. Shelbourne yaxşı getmir liqdə. Yəni təbii ki, lap bərbad getdiyini də demək olmaz, amma yaxşı getmir.
Shelbourne yaxşı getmir. Linfield-a gəldikdə, Linfield keçən il açıq-ara çempion olub. Yəni belə deyək, bunların keçməmək Qarabağ üçün sürprizdir. Bunu da dedik. Yəni məni Qarabağı zəif gördüyümə bağlı deyənlər olur. Yəni Qarabağın onsuz da bu mərhələni keçməməsi, ümumiyyətlə bu komandaları keçməməsi qəribə olar. Digər tərəfdən yəni Qarabağın əsas məsələ 3-cü təsnifat mərhələsindədir. Qarabağın əsas problemi 3-cü təsnifat mərhələsində olacaq. Çünki 3-cü təsnifat mərhələsində çox çətin rəqiblər gələ bilər. Saat ya 9-a qalmış olacaq, ya da 11-də olacaq. Yəni standart vaxtlar. Klub Brugge məncə Qarabağ keçə bilməz. Klub Brugge rahat-rahat. Klub Brugge çətindir məncə. Onların oyunu nə vaxt olacaq? Onların oyunu yəni qarşıdakı həftələrdə olacaqdı da. Ona bir saniyə. Okay. Bir saniyə onu paylaşım. Onunla bağlı məlumatı paylaşacağam. İlk oyunlar nə vaxt olacaq deyə. Qarabağın ən böyük problemi play-off olub. Bunun sonra play-off çətindir onsuz da. Qarabağ play-offu oynaması çətindir. Çünki play-offda çox çətin komandalar ola bilər. Play-offda onsuz da oradan çox garanti komandalar gəlir. Qarabağın rəqibi dedik, Shelbourne və Linfield cütlüyünün qalibi olacaq. Onların oyununa nəzər saldıqda onların oyunu 8-9 və 15-16 iyul arası olacaqdır. Onların oyunu Linfield və digər komandanın Linfield və Shelbourne oyunu 8-9, 15-16 iyulda olacaq. Hər kəs xoş gəlib dostlar. Çətindir play-offu keçmək, Ümid bəy. Play-off keçmək çətindir. Orada ən güclü komandalar olur. Oradan 5 komanda Çempionlar Liqinə qatılır. Qırğın olur orada. Yəni o mərhələni keçmək zaten çətindir. Yəni əsas son gələnlər üçün də nəzərə çatdırdıq. Mən öz fikirlərimi dedim. Qarabağın ikinci təsnifat mərhələsini keçməməsi sürprizdir təbii ki, və yaxud da belə desək qəribə olar. Bir tərəfdən də baxanda Qarabağın bu qədər bərbad heyəti, transferləri 3 oyunçu göndərib, 1 oyunçu alıb. Bunlardan da danışmaq lazımdır. Təzə Qarabağ Dani Boltu aldı. Və bununla bağlı video da çəkdim. Biraz daha qısa bir video oldu. Çünki dünən axşam çəkdim və işə gəldim deyə. Amma Qarabağ çox transfer etməlidir. Yəni bir transferlə bu olmaz. Bir neçə transfer etməlidir. Əgər Qarabağ yəni iyulun 20-sinə qədər 2-3 transfer etməsə, yəni sürpriz şəkildə məğlub ola bilər. Yəni belə deyim. Necə? Yəni heyət zəifdir. Qarabağın oyunu zəifliyibdir. Keçən ilki oyunçuların bir çoxunun forma düşməsi var və bunları nəzərə aldıqda Qarabağın çox transferə ehtiyacı var. Bununla bağlı çox şey dedik. Amma hər halda ikinci mərhələni keçməliyik. Yəni Qarabağa yaraşmaz bu mərhələdə uduzmaq. Üçüncü mərhələyə gəldikdə Qarabağın məncə 3-cü mərhələni keçsə, play-off bu il keçən ilkindən daha asan olacaq. Yəni Dinamo Zagreb kimi bir komanda gələcəyini yəni düşünmürəm. Daha zəif bir komanda gələcək. Təbii ki, Klub Brugge soruşan oldu. Klub Brugge məsələn məncə çətin komandadır. Mən City ilə oyunlarına baxdım keçən il. Qarabağın Klub Brugge udması məncə sürpriz olar mənim üçün. Amma indi belə deyirik də, bunu hər zaman öz Hüseyn bəy, xoş gəlmisiniz. Qarabağın
rəqibi Shelbourne və Linfield cütlüyün qalibidir. Çoxlu fanatımız varmış maşallah Türkiyədən. Eee, Linfield İrlandiya, Kuzey İrlanda, Şimali İrlandiya və İrlandiya komandaları. İrlanda, Kuzey İrlanda. Bunların eşləşməsindən, bunların qarşılaşmasından sonra Qarabağın 3-cü kvalifikasiyası var. 3-cü kvalifikasiyanı keçmək məncə Çempionlar Liqi deməkdir az qala. Qarabağ əgər təsnifat mərhələsində Shelbourne və Linfield cütlüyün qalibini keçsə və ondan sonra bunlar rəqibləri keçdikdən sonra bu cütlüyün qalibi ilə oynayacaqdı. 22, 23 və 30 iyulda 29-30 iyulda bu rəqiblərdən biri ilə oynayacaqdı. Bunları keçdiyi halda Qarabağın rəqibləri play-offda, 3-cü təsnifatda çox çətin rəqiblər ola bilər. Təbii ki, bir-iki rəqib dəyişə də bilər, amma əsas rəqiblər bunlardır. PAOK, Ferencvaroş, Bodo Glimt çox çətindir məsələn özü. Yəni biz keçən utsaq da biraz belə şans əsəri utduq deyə müəyyən qədər demək olar. Təbii ki, oyun yaxşı oynadı Qarabağ, dişli oynadı, istəkli oynadı. Bayraq günümüz idi. Amma yəni çətindir. Midtjylland belə asan deyil. Təbii ki, Midtjylland Malmö'nü udmaq müəyyən qədər asan ola bilər. Bratislava asan deyil. Sparta Praha, yəni Fenerbahçe çətinliklə udmuşdu. FCSB bizi darmadağın etmişdi belə baxanda. Transfer pəncərəsi 30 iyunda mı açılırdı? Amma o çox önəmli bir şey deyil ki, transfer pəncərəsinin açılması Nahid bəy. Yəni 5 dənə oyunçu ilə anlaşıb həmən imzanı atdıra bilərsən. Qarabağın problemi 3-cü mərhələni, 3-cü təsnifat mərhələsini keçməkdir. Əgər Qarabağ 3-cü təsnifat mərhələsini keçsə, məncə Çempionlar Liqindədik. Yəni böyük ehtimal Çempionlar Liqindəyik. Çünki bu komandaları keçsək, təbii ki, burada məsələn bizim Malmö ilə düşüb, Malmönü 3-cü təsnifatda bizim play-offda Malmöyə Bodo Glimtdən gəlmə şansımız yenə var və yaxud da Ferencvarosla yenə gəlmə şansımız var. Yəni bu nüansları da demək lazımdır. Qarabağı həqiqətən 3-cü təsnifat mərhələsində çox çətin rəqiblər gözləyir, çox çətin oyunlar gözləyir. Belə, yəni transfer pəncərəsinin önəmi çox yoxdur. Yəni sən imzanı atdırırsan, transfer pəncərəsi açıldığı vaxtda gəlir oyunçu. Yəni o boş şeylərdir əslində belə baxanda. Dostlar, yayımı bəyənməyi, kanala abunə olmağı unutmayın. Çünki siz yayımı bəyəndikcə daha çox insanın ümumiyyətlə yayınlar, mənim videolarım qabağına çıxır. Rəqib analiz videoları hazırlamışam. Vaxtilə çox videolar hazırlamışam. Kanalda hamısını görə bilərsiniz. Olimpik Lyon videosu çox belə daha böyük bir analiz idi. Daha da çox əslində daha uzun videolar olacaqdı. Biraz vaxt etdikcə bu il Qarabağı daha geniş analiz edəcəyik ümumiyyətlə. Ən çox da rəqib analizi videoları olacaqdı. Shelbourne'un da, Linfield'ın da analizi olacaqdı. Və yaxud da ikisini birlikdə analiz etdiyim video. Ondan da başqa təkcə bunlar deyil inşallah. Rəqib analizləri, canlı yayımlar olacaq oyundan öncə. İlk 11-lərimizi müzakirə eləyəcəyik, təxmini 11-ləri. Ümid edir ki, Qarabağ bir çox transfer eləyər, bir çox oyunçu gətirər. Təzəlikcə Dani Boltu transfer etdi Qarabağ, amma çox transferlər lazımdır. Yəni məncə ümid edən bir oyunçudur. Ən azı sürətinə görə keçən il çox oyunda oynayıbdı deyə. Edəcəm, Qarabağın rəqiblərini analiz edəcəm. Nicat bəy, siz dəstəyinizi əsirgəməyin. Daha çox şeylər edəcəm. Hər kəs əslində dəstəyi olsa, daha çox analizlər, daha çox yayımlar olacaqdır. Sadəcə biraz belə desək, bu işin sağ olun. Bu işin bir tərəfi də var ki, mən işləyirəm. Əslində bu işin iş yerimdən qatılmışam. Müəllim kimi işləyirəm Almaniyada, Bonn şəhərində. Buradan iş yerimdən bu gün fasilədə, yəni dərs deyirəm. Bir də axşam dərs deyəcəm. Ona görə indi dərsdən həmən sonra sizə canlı yayımda fikirlərimizi bölüşməyə çalışdıq. Qarabağın rəqibləri ilə bağlı məlumat verdiyi, Shelbourne, Linfield ilə bağlı məlumat verdiyi, Shelbourne'un biraz daha indiki zəif performansından
diqqət çəkdik. Yəni komandanın güclü olmasından çox komandanın performansı önəmlidir dostlar. Yəni komandanın performansı ən önəmli şeydir. Komanda çox güclü komandanın məsələn, Şerifin, mən yazım hətta siz hamınız görün. Şerifin Real Madridi udmasını xatırlayan varmı? Baxaq görək neçə dənə futbol fanatı var burada. Üzərində qələbəsini xatırlayanlar burdadırmı? Kimlər xatırlayır? Şerifin Real Madrid üzərində qələbəsini xatırlayanlar. Son dəqiqələrdə vurmuşdular, elə deyilmi? Yəni bunu niyə deyirəm? Bu çox super bir nümunədir. Futbolun bir çox nüansdır. Bəli, 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 bəli. Yəni komandanın güclülüyündən çox form durumu var. Məsələn, Qarabağ keçən il form durumu, yəni və yaxud da o oyunu həmin gün yaxşı idi, Bodo Glimt udmuşdu, amma digər tərəfdən normal oyunların çoxusunda qələbə qazana bilməmişdi. Yəni komandanın form durumu deyə bir şey çox əhəmiylidir. Real Madrid çox yaxşı olmadığı vaxtı Şeriflə oynamışdı və Şerif Real Madridi udmuşdu. Yəni hər şey ola bilər futbol və yaxud da Rostovun Bayern Münih'i udması, məsələn, Rostov idi. Yəni bu belə bir şey yoxdur. Bayern Münih normalda zəif komandalara 7-8 dənə vurur, yəni. Barselona belə 8 dənə vuran Bayern Münihdən söhbət gedir. Yəni form durumu çox əhəmiylidir. Shelbourne bu dəqiqə form durumu yaxşı deyil. Əksinə isə keçən ili çox yaxşı bitirən Linfield komandası var. Yəni Qarabağın indiki görsəndiyi halda Linfield-i düşdüyü halda daha asan olacaqdı. Amma hər şey dəyişə bilər. O zaman etibarıyla bir neçə oyun qələbə qazanmaq və s. Bu oyunlardan bunların hansının necə çıxacağını görmək. Mən bu oyunları izləyəcəyəm və bunların oyunları da ilk oyun 8-9 iyulda olacaqdı. İkinci oyun 15-16 iyulda olacaqdı. Shelbourne və Linfieldin oyunları. Və bu oyunları da izləyəcəyik. Bu oyunları izləyib də baxacağıq rəqiblərin gücünə və Qarabağın nələri yaxşı etməlidir. Yəni 2 dənə video hazırlayacağam. Bir bu rəqiblərin analizi ilə bağlı video hazırlayacağam. Sonra bu rəqiblərin oyunundan sonra da Qarabağı əslində yəni hansı ilə düşəcəksə onun necə keçə biləcəyi ilə bağlı da video hazırlayacağam. Bunun da məlumatını vermiş olaq. Sizlə paylaşdım. Yeni gələnlər də görsün deyə bəzən ekranı paylaşıram təkrar. Hər ikisinin dəyərini Transfermarktdan paylaşarıq. Sadəcə gəlin belə eləyək. Sizlə hər kəs görürmü dostlar? Yəni dediyim kimi analiz edəcəm. İzləmədiyim komandalarda indi yalan deməyin nə mənası var ki? Bir saniyə. İnternetimiz yaxşı işləsə. Qarabağın dəyəri 23.85 milyondur. Məsələn Shelbourne'un dəyəri 3 milyon və reklamlar o qədərdir ki. 3 milyon. Yəni iki komandanın da dəyəri oxşardır. Amma bu hər şey deyil də. Yəni komandaların dəyəri hər şey deyil. Komandaların dəyəri hər şey deyil. Bəli dostlar, hər şeyi paylaşdıq. Sizin də fikirlərinizi dinlədik. Qarabağın rəqibləri ilə bağlı paylaşdıq. Pogba'nın dəyərini baxmaq olar. Pogba'nın dəyəri çox düşmüşdü, yəqin ki, bilmirəm. 15 olar, bir dəqiqə. Pogba dəyərsiz. Pogba'nın dəyəri yoxdur bu dəqiqə. Baxsan. Pogba'nın dəyəri yoxdur, çünki Pogba çıxmışdı, bir də qayıdır futbola. Yəqin Pogba'nın bir müddət sonra dəyəri açıqlanar, təzələnər, yenilənər, bir şeylər olar. Salam, Səttar bəy, xoş gəlmisiniz. Biz əslində yayımı yekunlaşdıracağıq. Çünki
çox şey barədə söhbət etdik. Qarabağın transferləri barəsində söhbət etdik. Qarabağdan 3 oyunçunun getməsi, Marko Veşoviçin, Patrik Andradenin, Yasin Benziyanın getməsi və onun əvəzinə sadəcə bir transfer olmasının bərbad planlama olduğunu dedik. Qarabağın ümumiyyətlə çox transfer etməsinə gərək qaldığını, bəlkə 6, 7, 8 Marko Veşoviç, Benziya və Patrik Andrade getdi. Yəni Qarabağın çox transfer etməli olduğunu və bu transferlərdən sonra yəni bir neçə transfer olsun, tutar, tutmaz, baxarsan, göndərərsən, amma məsələn Qarabağ keçən il Adayini aldı, Kaşuku aldı, Kaukalskini aldı, başqa nə düzəməli bir transferi var. Və onlardan hansısa ikisi pis çıxandan sonra bir dənə oyunçu qalmır əlində. Yəni belə bir dünya yoxdur. Xüsusilə də Qarabağ kimi bir komanda Çempionlar Liqi hədəfi olan, bilmirəm nə qədər komandanın bu qədər bərbad planlama eləməməsi lazımdır. Yəni çox yaxşı oyunçular alına bilər, dediyimiz kimi Portuqaliya, İspaniya, Türkiyənin belə ikinci liqindən, Cənubi Amerikadan çoxlu oyunçular alına bilər. Təzəcə Dani Boltu aldı. Onun transfer videosunu da linkdə qoydum, şərhdə baxa bilərsiniz. Kanalımızda da görə bilərsiniz, amma çox oyunçu almaq lazımdır. Dostlar, başqa dediyimiz kimi ilk oyun 20 Shelbourne və Linfield komandaları 8-9 iyul, 15-16 iyul tarixlərində oynayacaqlar və onların qalibi ilə Qarabağ oynayacaqdı. 22-23, 30 iyul tarixində oynayacaqdı. Qarabağ bu cütlükdən, bu rəqiblərdən hər hansı biri düşdü və bunları keçdiyi halda Qarabağın 3-cü təsnifat mərhələsinə haqq qazanacaq. 3-cü təsnifat mərhələsi play-offdan daha çətin olacaq mənim gözləntim. Təbii ki, hər şey ola bilər. Biraz asan rəqib gəlib play-offda daha çətin rəqib gələ bilər, amma görsənən odur ki, Qarabağın 3-cü təsnifata keçməsi bəlkə də Çempionlar Liqi deməkdir. Amma Qarabağ üçün də bu da önəmlidir. Qarabağın ya yaxşı transferlər edib Avropa Liqində yarışmaq, Çempionlar Liqası çətindir, ya da Çempionlar Liqasına yarışmaq, yaxud da əgər yaxşı transfer olmursa, elə yaxşısı Konfrans Liqində gedib bəlkə nəsə etmək. Ümid edir ki, Qarabağın yaxşı transferləri olar, yaxşı heyət güclənər və bundan sonra ümid olar gələcəyə. Dediyimiz kimi 3-cü təsnifat mərhələsində çox çətin rəqiblər gözləyir. Bu təxmini simulyasiyadır. Buradan 10 komanda ikinci mərhələdən gələcəkdir. Bu simulyasiyanın etdiyidir və 2 dənə birbaşa bu mərhələyə qatılan komanda gələcək və buradan Qarabağ qalib çıxdığı halda Qarabağı play-off mərhələsi gözləyir. Play-off mərhələsində 5 komanda Çempionlar Liqasına vəsiqə qazanacaq, Çempionlar Liqasının liqa mərhələsinə. Və burada da, yəni Bodoqlimitlə play-offda və yaxud da 3-cü təsnifatda qarşılaşma şansı. Eynilə burada daha asan rəqiblərlə qarşılaşa bilər. Məsələn, Mostarla qarşılaşa bilər, Belqradla da bəlkə qarşılaşa bilər. Yəni Maccabi Tel-Əviv belə çox çətin olmaya bilər. Görək, Qarabağ ümid edirik ki, yaxşı transferlər edər, yaxşı hazırlaşar növbəti ilə. Siz də dəstəyinizi əsirgəməyin. Rəqib analizi olacaqdır. Linfield və Shelbourne komandalarının rəqib analizi kanalımızda olacaq və ümumiyyətlə Qarabağın digər tərəfdən sonrakı rəqib analizi də olacaq. Oyun öncəsi canlı yayımlar olacaq. Hər gün, hər zaman oyundan öncə canlı yayımlar. Eynilə oyundan 1 və ya 2 gün öncə də canlı yayımlarda müzakirələr olacaq sizlərlə birlikdə. Rəqib analizləri olacaq. Yayımı bəyənsəniz, kanala abunə olsanız, yayımı bəyəndiyiniz halda xoşunuza gəlirsə daha çox insan qabağına çıxacaq və daha çox yayımlar edə biləcəyik.